Sual verilir ki, namazda təşəhhüd oxumaq şirkdir. Namaz yalnız Allaha aiddir, Peyğəmbərin adı çəkilməməlidir deyənlər qeyd olunub, onlara bir nəsihət edin. Yəni bu insanlar, yəni xəstə təxəyyüllü insanlardır. Yəni bunlar hamısı dəlillə varid olan, yəni hədislərdə sabit olur. Yəni bütün ümmət, yəni bu elə bir məsələdir ki, bütün ümmət, İslam ümməti, hətta firqələrin belə yəni fərqli olmasına baxmayaraq hamısını demək olar ki, təşəhhüd eynidir. Təşəhhüd eynidir. Yəni hər hansı bir səfi, yəni qalxıb deyir ki, burada belə var. Yəni ona görə insan diqqətli olmalıdır. Yəni belə boş danışan insanlara fikir verməlidir. Sən təsəvvür edək ki, bütün ümmət, İslam ümməti bu hədislər, Səhih Müslimdə, Buxarıda keçən dəlillər, təşəhhüdün oxunması Peyğəmbər s.ə.v bizə belə öyrətdi. Hamısı səhih. Kim onu yəni bildiyi halda inkar edəcəksə, o insan kafir olur. Yəni bu insanlar da həmçinin bilinmir ki, kimdir. Nə məqsədlə belə şeylər danışırlar.